Əziz dostlar, hər birinizə uğurlu gün arzu edirəm. Günün ilk xəbəri ilə qarşınızdayam. Lamine Yamal rəsmi olaraq İspaniya milli komandasının qarşıdakı oyunları ilə bağlı milli komandanın düşərgəsindən çıxarılıb. Bunun səbəbi isə onun zədəsi ilə bağlıdır. Belə ki, onun şəxsi Belçikalı həkimi bugün Barcelona'nın həkimlərindən olan Prune ilə görüşüb, onun zədəsi haqqında ətraflı danışacaq. Bilinir ki, uzun müddətdir Lamine Yamal qasır nahiyəsində problemdən əziyyət çəkir. Bu problem onun tam performansını göstərməyə mane olsa da, ümumi futbol oynamasına heç bir çətinlik yaratmır. Hətta onun zədəsinin getdikcə özünü bərpa elədiyi deyilir. Sadəcə məsələ o tərəfdədir ki, həkimlər onun əməliyyat olunmasının tərəfdarıdır. Hansı ki, bu yüngül bir əməliyyat olacaq və o artıq belə deyək də kiçik bir vaxtını futboldan kənar keçirməklə tez bir müddətdə bərpa olub yenidən yaşıl meydanlara qayıdacaq. Sadəcə olaraq Yamal özü hələ ki əməliyyat variantını qəbul etmir və zədəsinin özünün bərpa etdiyini bildirərək bu prosesin belə davam etməsini istəyir. Lakin böyük ehtimalla ki, Barcelona'nın həkim komandası, tibbi personalı onu razı sala biləcək və o əməliyyat olunacaq. Bu əməliyyatda dediyim kimi qısa müddətli bir şeydir. Maksimum 2 həftə o oyunlarda iştirak etməyə bilər. Amma dediyim kimi hazırki vəziyyətə görə İspaniya milli komandasının Türkiyə və Gürcüstana qarşı keçirəcəyi oyunların iştirak ərizəsində artıq Lamine Yamal yoxdur. Təşəkkür edirəm.